Ərzaqların qiyməti o qədər bahalanır çünki Sovet devri vaxtında hamının iş yeri var idi. Əmək düşürdü, özü də qiymət də aşağı. İndi həm iş yeri yoxdur, həm də produktun qiyməti təmiz qalxıb ayrı cürə. Yaşayış çox çətindir. Mən bunu bu yaxınlarda yenə dedim. Əgər Avropa olmasaydı, buranın xalqı yox idi burada. Hamısı çatqın devirdən nə əzir bizim uşaq cavanlar çöllərdə niyə getsin? Bunu İvanishvili görmürmü? Ayıbdır. Nə lazımdır? Devlət belə baxırsan ki, yoxlayırsan ki, devlətdə həddindən artıq sılavılıqdır. Siz məsələn ayda nə qədər xərcləyirsiniz qidaya, ərzağa? Bax, indi sual verdiniz mən cavab. Mən pusat operasiya olmuşam. Değumda pullu balisada. 2 dəfə operasiya olmuşam. 10.000-ə qədər mənim xərcim çıxdı. Mən qutarmamış nəvəm operasiya oldu. 11.000 mənim xərcim çıxdı. Mənim nə gəlirim var? Pensiya alıram, ona söhbət yox. Amma pensiya məni 2 gün, 3 gündə görmür. Çünki 8 nəfər yaşayırıq bir ailədə. Onun produktu ayda 1000 lari elə produkta gedir. Başqa şeylər demirəm. O qədər azar dərd olur ki. Ölkədə ərzaqların indi hamısına aid eləmək olmaz, amma bəzi gündəlik tələbata lazım olan ərzaqlar əlbəttə müasir durumda bahadır. Ona görə də biraz nətər deyim, orta səviyyəli, ortadan da aşağı insanların dolanışıq səviyyəsində nəzərə almaq lazım. Qiymətlər əlbəttə ödəmir. Alınan pensiya nə arasında ehtiyacı onsuz da ödəmir. Qiymətlər də gün-gündən bahalaşır. Məlumat mətbuatda verilmiş güya qiymətlərə nəzarət olunacaq qiymətlər. Eyni ilə həmən qiymətdir ki, həmən qiymətdir. Hətta yanacağı deyirdilər ki, 20-25% azalacaq. Həmən qiymətə də satılır. İndi nətər olacaq onu bilmiyoruz. Baxallıqdır da, aylıq ödəmir. Pensiyada gən onun kimi əlavə artım yoxdur. Hər şey baxadır, ancaq ödəmirik. Təxminən insana, yəni bir insana nə qədər maaş lazımdır ki, yəni bir ay ərzində Yəni Gürcüstanda, yəni burada 1000 lari ola ki, ən əksiyi minimum məsəl üçün 700-800 ola ki, ödəyək. Yəni pusat bazardan gəlirik çox bahalıqdır. Şirəquli, раз ფიქრობთ საქართველოში არსებულ პროდუქტების ფასებზე. Qoşularulat mağali ფასებია. პროდუქტებზე მაღაზიაში ვერ შეხვალ, თუ სიტყვაზე აქამდე 100 ლარში რამეს ყიდულობდი, ანუ საერთოდ ვერაფერს ვერ ყიდულობ, ანუ პროდუქტამდე ვერც მიხვალ, ჯერ როცა წვრილმანი თუ დაიწყე, პროდუქტამდე ვერ მიხვალ, რომ რამე იყიდო. კოშმარულად მაღალი ფასებია, იმიტომ რომ გამბაჟება არის ყველაფრის მაღალი და აქედან გამომდინარე ხელოვნურად ძდიან ფასებს. ანუ ამ ხელფასებს, პირადად მე 600 ლარი მაქვს ხელფასი, 600 ლარით რა უნდა იწყორო ადამიანმა. ანუ არ ვიცი უბრალოდ კოშმარულად მაღალი ფასებია. და აი თვეში მაგალითად 600 ლარს იღებთ და რამდენს ხარჯავთ ხოლმე თვეში? ჩემ ხელფას ორი ხელფასი კიდე მჭირდება, იმიტომ რომ ბავშვი, წვრილმანი ხარჯები, გასავალი, კომუნალურები ერთ უმეტეს ზამთარში მაღალია და ფიზიკურად არ ყოფნის. Bağçılık olmayanda nədir bağçılıqdır? Qiymət arta gedir. Misal üçün aldığınız gəlir kifayət eləyir mi? Mən pensioner adam nə kifayət eləyəcəm? Eləmir. Belki 1000 lari də yetmir. Yetmir. Ona görə ki, hər şeyin qiyməti qalxa gedir. Yetmir. Her şeyde bakardı, içine de lan verir. Bakardı her şey. Vallahi iş yok Qiymət zaten yok. getdikcə qalxır. Bir yandan da yolu uzatıp buna bak eşeğiyle düzeltme ile her yeri. Eşeği şeylerler. Avariye düşüyor yanmaz. Hə. 100 lari içine değil mi 200 lari zaten. Her şeye de bakardı her şey. Bahaçılıqdır hər şeydə, nə deyim mən. Misal üçün aldığınız belə deyək ərzağa nə qədər pul xərcləyirsiniz ayda? Nə bilim, bu saxlamırsın. Aldığınız belə deyək ailədə alınan maaş görürmü bir ay ərzində? Yox, çətin görür. Mən pensiya alıram, çətin görür. Çətindir, vəziyyət çətindir.
Çox bahatçılıqlar var. Məsələn, əlinizdə olan məhsullara nə qədər xərcləyirsiniz? 40 lay. Məsələn, ayda deyək ki, nə qədər xərciniz çıxır sizin qida məhsullarına, məişətə? Ya qarışdırsam 2000 çıxır. O qədər də qazanılmır. Əvvəlki illərə nisbətən bu il nə Çox fərq var? çətin. Çox çətin.